Salam dostlar, hər vaxtınız xeyir olsun. 7 aprel 2026-cı ildə qısaca olaraq sizinlə canlı açmaqda məqsəd bir-iki məsələ ilə bağlı fikrimi bildirmək istəyirəm. Deməli, bugün təsadüfən Sezan rayonunda avtovağzal deyilən ərazidə mərkəz hissədə hansı ki, mənim aylar öncə üzümə hal şahidliyi eləmiş, tanımaya da mənim Kiçik Həmiyə kənd sakini Zeynalov Sakit Əzzəğoğlu'nu gördüm və gördüm taksi fəaliyyətinə məşğuldur. Ümumiyyətlə bizim çörək qazanan insanlarla, fağır fuqarana işimiz yoxdur. Sadəcə olaraq bu insan məni tanımadan və digər şəxslər də var. Üzünə hal şahid elədiyi üçün mənim suallarım var idi ona. Təbii ki, çəkilişlə yaxınlaşdım. Ona təzyiq yox, təhdid yox, hansı ki o ərizəsində elə göstərmişdi. Dedim sən qanunsuz taksi fəaliyyətinə məşğulsan, sürücülük vəsiqəndə yoxdur. Yəni bunu bilirəm. Bəs nə məsələdir? Dedik, mən sizə arxayınam. Hələ insanla üzü də var ha. Yəni bilə-bilə ki, mənim üzümə durub hal şahidlik eləyib. Dedim, tamam. Necə axır ərizə mənə məktub gəldi rəsmi yaşadığım ünvana. Sezan polis şöbə təhqiqat qurumu təhqiqatçı tərəfindən, Ağacan Baratov tərəfindən. Dedi, yox. Bəs dedim, mən vəkilimlə getmişəm ora. Bəlkə vəkilimlə getməzdim şəhərə, nərdim də, nə bilim, xuliqanlıq da ola bilər, inzibati qaydada 510 və yaxud da polisə müqavimət 565 ola bilərdi. Bunları gözümə aldım mən. Çünki bundan öncə sifarişli mənim həbsim olub, fəaliyyətimlə əlaqədar, siyasi əqidəmlə əlaqədar. Tamam dedi, yox dedi, mənim arizədən xəbərim yoxdur. Halbuki mən gözümlə görmüşdüm, xəttini bilmədiyimə görə qolum. Dedi, yox, mənim xəbərim heç yerə qol çəkməmişəm, yazmamışam. Axır yəni deyir insan, çəkiliş də var. Dedim, yaxşı, belə çıxır ki, polis. Dedi, hə, mənlik deyil, orada da var. Çox ciddi iddialardır, etiraflardır. Mən bununla bağlı aidiyyatı üzrə müraciətlər təbii ki elədim. Dəhşətdir, bu yol verilməzdir. Ona görə ki, hal şahidliyi qanunla da göstərilir ki, qadağan da olmaz. Hətta cinayət məsuliyyəti yaradır. Təqsirsizlik prezumpsiyası var. Ondan əlavə sən ürəyin istəyən kimi kimlərisə yalan, saxta şahidlərlə üzünə durğuzmaqla ona təzyiq təsir eləmərsə, hansı zaman yaşayır? Bu kimi məsələlər cəmiyyətdə qanunlara inamsızlıq yaranır. Bilirsiniz, hər bir düşünülməmiş addım şəxsi maraqları qarşılayan addım birbaşa imicinə zərər vurur. Daxili İşlər Nazirliyinin və yaxud da digər qurumların. Bizdən də təbii ki, mübarizəsi budur ki, bu kimi negativ hallara qarşı mübarizə aparaq. Təbii ki, mən öz fəaliyyətimlə əlaqədar dəfələrlə təzyiqlərə məruz qalmışam. Yəni, avtomobilim yandırılıb narkotiklərlə mübarizədə, digər mühüm məsələlərlə bağlı indiyə kimi üstü də açılmayıb, heç açılmayacaq da, baxmayaraq ki, dərhal mən video görüntüləri, kamera görüntüləri təqdim eləmişdim rəisə, digər şəxslərə qəbullarda olduq, söz verildi, bizə söz tutulmadı. Bəs əl-qərəz. Onunla belə bizlərə yaxın yoldaşların valideyni gedib, rəislə Xəqani müəllimlə görüşə, orada hansı ərizə göstərir, yəni dediklərini deyirəm. Ki, o ərizədə yazılır ki, mən yazmışam, mən dəliyəm, səyəm, nəmlənə. Elə bir ərizə mən tərəfimdən yazılmayıb, bəyan edirəm bunu. Saxtadır, çünki saxtakarlığa öyrəşib də bəziləri. Saxtalı şahidləri, nə bilim, saxta ittihamlar. Və orada deyilir agentimiz. İndi bu yaşadığımız bölgənə dağılıb psixologiyasından ki, agentim. Abolam, mən etiraf edim, mən agent, evlən tipin agentiyim. Burada nə var ki, mənim? Bəli, mən narkotika qarşı açıq mübarizə aparıram. Zaten o şəxslər ki, narkotikin pulunla evinə, ailəsinə çörək aparır, onlar bir şərəfdir, bir qeyriyyətdir. Yəni, fahişədən onların fərqi yoxdur saxladıqlarının. Kişi narkotikin çörəyinə, insanları məhv eləməklə, gəncləri məhv eləməklə. Bu, devlətin qırmızı xəttidir. Bu poylar bunu anlamır, bəzilər, çox təəssüflər olsun ki. Amma belədir. Bəli, mən açıq deyirəm, video görüntülər, səsli, bu rəisin şəxsin özünə, yəni bu barədə mən demişəm, məndə də var o, lazımdırsa sübut da elə bilərəm. Yəni, kimlərəsə demək, yəni dağılıb psixologiyasına bunlar hesablayıb məni linç eləməkdə, türklərin dilində mən etiraf eləyirəm də. Hansı özünə hörmət eləyən oğlan, pati satanı, narkotik satanı tərəfində durar. Heç kim özünə hörmət eləyən durmaz. Və yenə də deyirəm, bizim işimiz fəqir fuqaranla deyil, tam tərsi, mənim bütün fəaliyyətim onları dəstək mənasındadır, dəstəkdir. Baxmayaraq ki, mənim başıma bir bəla gələndə onlar heç biri mənim yanımda olmur. Yenə də mən onları fikirləşmədən bu fəaliyyəti yürüdürəm. Çünki istəmirəm əzilsin insanlar. Bölgələrdə cənab prezidentin, Mehriban xanımın fəaliyyətin
bizlər çatdırır cəmaata. Amma bəziləri bizi ki, hədəf alırlar, sıxırlar, sıxışdırırlar. Onların məqsədi odur ki, bəli, qanunlara inamsızlıq yaratsınlar, insanlardan narazılıq yaratsınlar. Amma bizlər buna təbii ki, göz yuma bilmərik. Bizlər də sakit durarıq, çörəyimizi qazanarıq, hər şey yaxşı olar. Amma belə çörək yemək olmur. İksiz qalarıq, amma qürurla əyilmərik. Və budur məsələ. Bir daha deyirəm ki, mənim məqsədim, yəni o görüntü olaraq ki, hansı ki çəkib paylaşmışam, bir daha mənim dediklərimi təsdiqlədi. Halbuki Sezar rayon polis şöbəsinə, Sezar rayon prokurorluğuna dəfələrlə müraciət vermişik. Yalan bizə cavablar verilib. Həqiqəti əks etdirməyən rədd eləyiblər, fakt yetərsizliyi 39.1 nəması maddələrlə. Absurd. Şəxsi maraqlıdırlar, çünki maraqları var bu işdə. Halbuki insanların problemləri olanda üzü tuturlar güc strukturlarına. Çox təəssüflər olsun ki, güc strukturları da şəxsi marağın hər şeydən üstün tutur. Bunun sonu yoxdur. Vallah, öz xidmət elədiyiniz qurumun, nüfuzun siz sarsıdırsınız. Təbii ki, polis, prokurorluq dövlətin sütunudur. Bizlər maraqlarını müdafiə eləməkdə maraqlı, dəfələrlə belə olub, indən belə də belə olacaq. Amma müraciətlərimizə düzgün, obyektiv cavab verilməyəndə, bizlərə baskı olanda və s. biz məcburuq bunu işıqlandıraq, ictimai şəkildə buna münasibət bildirilməlidir. Buna münasibət bildirilməlidir. Mən həmişə öz peşə fəaliyyətimə görə, siyasi əqidəmə görə təqib olmuşam, əzilmişəm. Kifayət qədər sübutlarım da var bu istiqamətdə. Ona görə də sözümün canı odur ki, insanları yalandan şərləmək olmaz, günahlandırmaq olmaz. Dilşən Məmmədov, Sezar rayon dövlət yol polisi videolar paylaşdıqda boğurdu, hansı ki, gəlib insanı həyətindən maşınla aparmışdı, həmən üzümə duran şəxsin oğlu idi. Məqsəd o idi, dəstək olaq onlara. Öz ailə üzvləri tərəfindən atılmışdı video bizə. Günü bu günə qədər heç bir tədbiri görülməyib. 22-15 və 22-18. Hər ikisi vurulub gəliblər. Biri Goranboydan, Cənab Prezidentin tədbiri zamanı, məndə olan məlumatı görə, digəri Xaçmaz rayonunda. Yığmışlar cəmaatı bura. Gəldilər, Siyəzən, cəmaat narazıdır, bezdiriblər, qanunsuz ekoloji nəzarət, digər tədbirlər, bilmir insanlar dərdin kimə düşsün. Təbii ki, bunun qarşılığında da şikayət edirsən, faktlarla, Ramiz Zeynalov baş polis dövlət yol polisinin rəisi qahmar çıxır. Çünki maraqlı tərəflərdir. Buna son qoyulmalıdır. İnsanlara bu qədər əzmək olmaz, insanlar çətin durumdadır. Cənab Prezident necə gözəl xarici siyasət var. İnşallah daxilə də dönəcək və sizlər cavab verəcək, sizlərin arxasında duran qüvvələr cavab verəcək. Bəsdirin də bizi kimi aydınları, hansı ki, əqdəmiz dövlətçilə xidmət edir, deyir ki, prezidentimizin əskəriyik və s. və laxır. Kişi kimi də keçmişimiz var, ön cəhbədə xidmət eləmişik, tam böyle komandiri kimi. Sizdən fərqli bizdə şərəf ləyaqətimiz var. Pula görə insanları əzmək olmaz, buna son qoyulmalıdır. Mənim istəyim budur. Bax, dostlar, bu qədər. Sizdən xahişim odur ki, daha çox insanın görməsi üçün bəyənəsiniz, rəylərdə fəal olun. Qorxmayın, çəkinməyin. Qorxmayın, çəkinməyin. Paylaşın statuslarınızda, qruplarda. Bu umumi problemdir. Tək Sezarla bağlı problem deyil. Balaca bir şöbədir. Qısa vaxtda bu qədər problem oldu. Narkotiklə mübarizədə o adı hallanan serjantlar hansı ki çıxarıldılar işdən. Məlum oldu ki, narkotik eşmək. Yəni qardaşları digər ailə üzvü üstünə götürdü. Bu iddialar var, sizin hər kəs bilir. İçkili halda yüngül həyat tərzi keçirənlərlə qəza eləyib dünyasını dəyişən oldu. Dostunun maşınını, polis əməkdaş dostunun maşınını uğrayıb Sumqayıtda tutulan oldu. Turbo vurğunda adı hallanan oldu. Çox fakt saya bilərəm. Rüşvətlə bağlı, nə bilim, səs yazılarına belə deyim, işdən qovlanlar oldu. Nə hansısa qızların əli ilə kimlərinsə ilişdirmək, pul almaq istəyən, amma ifşa olan və tutduğu vəzifədən başqa vəzifə keçirilənlər oldu. Yəni balaca bir polis şöbəsində rayon, yəni Nizami rayonu kimi, Nəsimi kimi rayon deyil ki, balaca. Bu da təbii ki, dəhşətli bir fakt. Xəqan müəllim, yəni xoş görülmür kənardan. Buna son qoyulmalı. İndiyə qədər bu qədər rəis gəlib, belə bir xoşa gəlməz hal olmuyor. Mən başa düşürəm, sizlərin əlaqələri geniş ola bilər. Mən bilirəm də, kimlə kurs yoldaşısınız, hansı əlaqələriniz filan və s. müəyyən dərəcədə. Amma bu qədər də olmaz da. Vallahi buna son qoyulmalıdır.
Məni həbs elətdirməklə ay Bakıdan gəlib aparacaqlar, ay onu həbs eləyəcəm, nə edəcəm? Valla bu çıxış yolu deyil. Problem yoxdur. Tural həbs olunar. Nə var ki burada bəyəm? Yəni o qədər dövlət üçün canını fəda eləyənlər, canın fəda olsun mənim dövlətimə, prezidentimə. Məni həbs elə, sabah nə olacaq? Və dostlar, sizdən xahişim ictimailəşdirin. Çivlər özünü sərbəst yazarlar, hərgah əksəriyyət qorxur, çəkinir, niyə başa düşənmirəm. İcazə verirəm. Paylaşın öz səhifələrinizdə. Çünki bu ümumi bəladır. Növbəti görüşlərdə görüşənədək.